Mənə bilirsiniz nə maraqlıdır. O günlər paylaşım eləmişdim ki, bəs Azərbaycan yerüstü nəqliyyat agentliyi buraxılış kartlarının verilməsi üçün artıq çağırırlar ki, gəlin yerində baxış keçirlər. Birincisi məsələ ondadır ki, bu avtomobillə əlaqədar bağlanan avtomobilin texniki yoxlanış müqaviləsi nə idi və sizdə gəlib baxış nədir? Bu bir, yəni siz avtomobilə baxış keçirənsiniz. İkincisi, artıq sürücü hansısa bir sahibkarın sistemindən çıxmaq üçün gedir ora müraciət edir. Müraciət edəndə deyir ki, harada sizi qeydiyyat alacaqlar. Ged oradan, bəs əmək müqaviləsi gətir. Mən maraqlıdır, siz əmək müfəttişliyirsiniz, nəsiz? Onsuz da bu cərmələrlə, bu işi daha da belə deyək də, belə qəlizləşdirərək, ümumiyyətcə, yəni bu nəqliyyatla əlaqədar, yəni sistemi belə deyək də, zahid çıxardırlar. İnsanlarda agresiya formalaşdırırsınız. Əvvəl xarici taksi şirkətləri agresiyanı formalaşdırırdı. İndi siz də həmçinin ayna bu cəmiyyətdə, həm taksi sürücülərində də artıq bir agresiya formalaşdırıblar. Yəni məqsədimiz nədir sizin?